bəylərin dəstək duracağı yerlərdə baxıram ki, bəylər xanımlara qarşı rəqabətə çıxırlar. Aha. Mənə çox maraqlıdır. Nə üçün bəylərimiz xanımlarımıza dəstək çıxmırlar, rəqabətə çıxırlar? Bunu görmüsünüzsə, böyük ehtimal şahid də olmusunuz. Mən bəlkə gücləri əllərindən gedir deyə ehtimal ola bilər, amma hal-hazırda xanımlara rəqabət və ya əngəl olmağa çalışan sahibkarlar çox şey itirər. Yəni. Çünki mənə elə gəlir ki, artıq sahibkarlıqda məsuliyyət və daha çox iş görmək xanımların zamanıdır. Daha təqibçi, daha disiplinli, daha arzulu, daha iştahlı. Mən xanımları görürəm bu biznes sahəsində hal-hazırda. Hətta bunu mən 2017-ci ildə deyəndə bəy sahibkarlar məni çox qınamışlar ki, bəs sən çox yanlış düşüncəsin. Amma indi mən o düşüncəmdə razıyam və onu dəstəkləyirəm ki, xanım sahibkarlarla rəqib olmaqdansa, əngəl olmaqdansa bərabər necə işbirliyi eləyə bilər ona baxsınlar. Çünki onlarla işbirliyi eləmək daha hasantlı və daha uğurludur.